Cəmaata deyir ki, banka borcun olsa 150 dəfə Həzrət Abbas deyir, amma öyle 250 minlik maşın sürür, Hacı Surxay. Həzrət Surxay 250 minlik Keyf elə, dünya 5 gündür. O dünya 5 gün deyənlərə buradan bir xitab edir. Dünya 5 gündən ibarət deyil, dünya 3 gündən ibarətdir. Keçən keçdi dünən, o dünəni bugünə qaytarma olmaz. Sabah ona ümid var, yaşayacaqsan ya yox, real bugündür, bugündən istifadə edək. Bugün əlimizdə nə varsa, o imtiyazları əlimizdən buraxmır. Bəzən deyirlər ki, bir dənə dua yaz, ruzum çox olsun, pulum çox olsun. Deyirəm, vallahi yazaram, özüm üçün yazaram, o qədər imkanlarım nə qədər lazım olar. Bu belə deyil. Bəzən bunun mənəvi görünməyən tərəfləri də var. Amma dünyanın bərbəzəyini istəyir varı, pulu çox olsun. Amma bu ayədən xəbərsizdir. Nədir o? Maşaallah, la quvvətə illa billah. Oxu, sən gələn cümləyə qədər gör nələr var. Mənim yanıma gəlməyə ehtiyac yoxdur. Allah səni bir kitab göndərib ki, o kitabdan istifadə elə. Quran-ı Kərim. Maşaallah, la quvvətə illa billah. Hər nə Allah istəsə olacaq. Sənin istədiyindən deyil. Allah nə istəyirsə olacaq. Allahın qüvvətindən, qüvvəsindən başqa qüvvə yoxdur. Allah'tan başka kimse sana qüvvə sahibi ola bilməz. O sənə yardım eləyər, zəif eləyər. Allah'ın qüdrəti və qüvvəsi çoxdur. 4 dənə. Гонконг построит город будущего к 2040 году. Стоимость постройки оценивается почти в $1 триллион. И это будет самый развитый город мира. Уже сейчас Гонконг переманивает лучших ученых и инженеров со всего мира и будет платить им больше $100 тысяч в месяц. Одной из главных технологий будет энергия шагов. Специальные тротуары собирают энергию от шагов людей и питают улицы, экраны и даже здания. А прозрачные солнечные панели сохранят эстетичный вид фасадов зданий. Появятся искусственные облака. Это будут огромные дроны с системой охлаждения, которые создают тень и могут снижать температуру улицы на 15 градусов Цельсия. Нанотехнологии станут обычным делом. Появятся самовосстанавливающиеся дороги и здания. Их покрытие из наноматериалов автоматически заживляет трещины и меняет цвет в зависимости от погоды. Мусор исчезнет навсегда. Системы нулевых отходов превращают любой мусор в полезные ресурсы прямо в момент утилизации. А под городом